بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. اعوذ بالله من الشیطان الرجیم و ما نرسل المرسلین الا مبشرین و منذرین. Ayə 48 Ən'am surəsində. Geçmiş ayədə əzab bəhsi idi ki, zalimlərə əzab gələr, həlak olarlar. Bu ayə buyurur ki, əgər əzab gəldi, daha heç kim bu əzabın qabağını alanmaz. Biz peyğəmbərləri göndərmişik mübəşşir və munzir. Ona görə əzabı sizdən xilas edəməzlər. Sizə müjdələndirirlər, xoş xəbər verirlər, salih əməllərinizin belənçi bir faydası var, savabı var, nəticəsi var. Fasid əməllərinizin belənçi bir pis nəticəsi var. Ona deyirlər inzar, o birisine deyirlər bəşarət. İnsanın müsbət işlərinin axırını, xoş nəticəsini izah eləməyə deyirlər bəşarət. İnsanın mənfi işlərinin mənfi nəticəsini izah eləməyə deyirlər inzar. Onda ayıldır, qorxudur nəticəyə, onda müjdə verir, bəşarət verir nəticəyə. Peyğəmbərlər hər işi görərlər. Bizim günah əməllərimizin nəticəsini, mənfiliyini deyərlər. Ki, günah ara çatdırar insanı. Ona deyirlər inzar. Bizim müsbət əməllərimizin nəticəsini izah edirlər. Ona deyirlər bəşarət. Peyğəmbər həm mübəşşirdir, həm munzirdir. Həm bəşirdir, həm nəzirdir. Buyurur, əzabdan nəcət verməzlər bunlar. Bunlar bəşir və nəzirdirlər. Ona görə əgər zalim olsun və zülm bir həddə yetişsə ki, Allahın əzabı qəti ola, daha o əzabı Allah gətirir. Və ma nurselul mursəlin, biz mursəlləri göndərməmişik, illa mübəşşirin və munzirin. Məgər bişarət versinlər, inzar eləsinlər, ayısınlar, qorxusunlar və müsbət nəticələri, mənfi nəticələri izah eləsinlər. Xoş xəbər versinlər, bəd xəbər versinlər, gələcəyə nisbət sizə bəşarət olsunlar və inzar olsunlar. Biz peyğəmbərləri göndərmişik, ta gözüz açılsın gələcəyə. Biz peyğəmbərləri göndərmişik, ta fəqət gözüz bu dünyanı, indiki yaşayışınızı görməsin, gələcəyinizi da fikirləşəsiniz. Amma bu iki peyğəmbər əzabı xilas eləsin, yox. Onlar munzirdirlər və bəşirdirlər. Hər halda əgər iman gətirsiniz, fəmən amənə və əsləhə, hər kim iman gətirə və salih iş görə. Fəqət iman kifayət eləmir. Qəlbin pak olsun olmaz. İman və salih əməl. İnsan fəqət inana, amma əməli olmaya Allah belənci vədə vermir. Ki, biləsinə cənnət verərlər, arxayınçılıq verərlər, asayiş verərlər. Yox. Fəmən amənə və əsləhə. Ya bəzi ayələrdə buyurur, amenu və əmilus salihat. Bəzi insanlar bəzən başa düşmürlər nə danışırlar. Qəlbin pak olsun, qəlbi nə deməkdir? Qəlbi nə cür pak olar? Nə ilə pak olar? Qəlbi salih əməllə pak olar. Salih əməl qəlbə verməsin, bu qəlb əslən böyüməz ta pak olsun. Bu qəlb ölər. Günah qəlbi öldürər. Günah bıçaqdır qəlbə. Necə bıçaq ətə neyniyər? Hədislərdə var, günah da qəlbi öcür eləyər. Ona görə qəlbin pak olsun, günah eləyə qəlbin pak olsun. Bu olan bir şey deyil. Bu insan özünü lağa qoyubdur. O işi iddiayı məhəbbət eləyir. Lakin günah eləyir, o Allahı istehza eləyir. Lağa qoyub Allah. Ona görə qəlbin pak olsun, əməl eləmə, günah elə. Aslında bu olan bir şey deyil, mənasız bir şeydir. İnsan bəzən bilmir nə danışır.
buru ki o ki iman gətirib. Fəmən amənə, o ki iman gətirib və əsləhə və salih əməl eləyibdir. Fəqət iman yox, salih əməl də eləyibdir, islah da eləyib özünü. O insan ki iman və əməli salih bir yerdədir, fəla xavfun əleyhim və la hum yəhzənun. Bu insan nə ayəndədən, gələcəkdən qorxusu var, nə geçmişə qəm-qüssəlidir. İnsan geçmişinə qəm-qüssəli olar, çünki bir sıra xələli, bir sıra günahları, bir sıra səhvləri eləyibdir. Geçmişinə nisbət qəm-qüssədədir. Gələcəyinə nisbət narahatdır, qorxur, çünki bilmir gələcəkdə nə cür olacaqdır. O ki, bu iki dənə sifətə malikdir, nə həm imanı var, həm də salih əməli var. Bu, nə geçmişə nisbət hoznu var idi, narahatçılığı var idi, nə gələcəyə nisbət xofu və qorxusu vardı. La xofun əleyhim, xofi yoxdur bunun üzərində və la hum yəhzən. Əlbəttə bu xofi ki burada var, onlar ki ərəb qrammatikası bilirlər, bu nüktə mühim nüktədir. Bəzən qorxu insana sültəsi olar. Qorxu insanın üzərində olar. O cür qorxu yoxlarıdır. Bu təzaddı yoxdur ki, insan qorxu ilə ümid arasında yaşasın. Qorxu ilə ümid arasında yaşamaq qeyr az budur ki, qorxu insana seytərəsi olsun. Qorxu insanın üzərində olsun. Qorxu insanın üzərində olsa, insan təhcə qorxur. Deyir, yox, bunlar beləncidir. O cür qorxuları yoxdur. Ki, həyatları qorxu əhatə eləyibdir. Yox, bunlar xof və rəca arasında yaşayırlar. Pəs qorxu bilələrini əhatə eləməyibdir. La xofun əleyhim. Bu ayə demir, la xofun ləhum. Heç bir qorxu yoxdur, la yəxafun. Bu sözlər deyil bu ayədə. O qorxu ki, bunlara üzərinə əhatə eləsinlər, o cür qorxu yoxdur. Ki, qorxu bunların sayə kimin, kölgə kimin bunların tamam həyatlarını tutsunlar. Yox, bu cür qorxu yoxlarıdır. Amma bunlar həmişə qorxu ilə ümid arasındalar. Özlərinin çaşmalarından qorxarlar, Allahın rəhmətinə ümidləri var. Naimid olmazlar, arxeyn olmazlar. O bir ayrı psixoloji sözdür. Baxın, insan naimid olsa, deyər mənimki məndən geçibdir. Daha hər günah eləyər. İnsan arxeyn olsa, elə bir sığortadır. Daha günah eləsə də biləsin, əzab verməyəcəklər. Heç kim bilənci deyil. Hətta Peyğəmbər Əkrəm də bilənci deyil. Düzdür, Peyğəmbər Əkrəm əşrəf-i məxluqatdır. Amma fərz olaraq, Peyğəmbər məsumdur, günah eləməz. Amma fərz olaraq, Quran buyurur ki, ləyn əşrəqtə, əgər Peyğəmbər sən də şirkə düçar olsun, ləyəhbətənnə əməlük. Əməlin heç olar, zay olar, aradan gedər. Yəni Allah-u Teala heç kiminlə əqrəba deyil, heç kiminlə famil deyil ki, desin, bunu işim yoxdur. Günahın cəzası var. Məgər tövbə eləyə, şəfaətə düşə, ya o amillər ki, günah silinər, onlar gələ. O da qanunu var, sistemi vardır. Öz başına deyil. Pəs insan qorxu ilə ümid arasındadır. Həm məyus deyil, Allaha ümidi var. Ki, Allaha ümidi var, Allah bağışlayar bir, Allahın qudrəti ilə eləyə bilər, bu qayıtsın, peşman olsun, tövbə eləsin. İki, Allaha ümidi var ki, həmişə Allah bunun əlindən tutacaq. Üç, qorxusu da vardı ki, birdəm çaşa, birdəm nəfsi coşa, eləyənməyə öz səadətini fikirləşə bilər. Xof, rəca arasında, qorxu və ümid arasında. Bunun nəticəsi bu olar ki, tam arxeyn deyil, tam da məyus deyil. Bu qeyr az bu qorxudur, o müsbət qorxudur. O çün əhatəli qorxu deyil. Bu qorxu, ərəb qrammatikası bilənlər bilirlər, xofun əleyhimdir. Qorxu olan üzərindədir.
O qorxu onların üzərində deyil, qorxu ilə ümid arasındadılar. Qorxu sağ tərəflərindədir, ümid sol tərəflərində. Nəinki yuxarıda üzərindədirlər. Burur fəla xofun aleyhim və lahum yəhzənun. Bunlar beləncə yaşayırlar. Sakitdirlər, aramışları var. Bu ayənin 2-3 dana mesajı var bizə. Bir, Peyğəmbər həm bişarət verir, həm inzar edir. Allahın həm behişti var, həm cəhənnəmi var. İlahi dərgahın həm savabı var, həm iqabı var. Bəzi dindən danışanlar səthi məlumatlarından dini bir növ təqdim elərlər ki, elə bir dinin hər sahəsi Allahın geçinmağıdır, Allahın insanlara nisbət dinin hər sahəsi əzabsızdır. Ki buna termincə deyərlər rəhmani İslam. O İslam ki fəqət elə rəhmət gözü ilə baxsan. Allahın həm peyğəmbərləri mübəşşirdirlər, həm munzirdirlər. Allahın həm qəzəbi var, həm rəhməti var. Düzdür. Ya mən səbəqət rəhmətuhu qəzəbə. Allahın rəhməti qəzəbindən həm böyükdür, həm əvvəldir. Bunu inkar eləmirik. Allahın rəhməti 2 dənə xasiyyəti var. Ya mən vəsət rəhmətuhu qəzəbə. Ey Allah ki, rəhməti genişdir qəzəbindən, vüsətlidir. Yəni, qəzəbi 20% olsa, rəhməti 80%dir. İnsan hətta günah eləyəndən sonra bəzən günahın yazmaz, ta tövbə eləsin. Tövbə eləyəndən sonra bağışlayar, yaxınladar özünə. Bəzən şəfaətə düşər, tövbəsi silinər. Bəzən Allah özü eləsən əff eləyər, yəfu ən kəsirin. Ona görə 20% əzab olsa, 80% rəhmətdir. Bir budur. Bu olar ya mən vəsət. Ya mən səbəqət rəhmətuhu qəzəbə. Ey Allah ki, rəhməti imamdır qəzəbinə. Rəhməti qabaqda gedir. Yəni, rəhməti də qəzəbini idarə eləyir. İmam yəni idarə eləyən. Qəzəbi də Allahın var, vəli qəzəbi həvəsdən deyil. Qəzəbi kindən deyil. Çün salih ilə fasid gərək fərqlənə. Çün cəmiyyətdə rəhmət budur ki, fasid insan, fasiq insan cəzalana. Bu rəhmətdir cəmiyyətə. Bu rəhmətdir tamam insanlara. Ona görə ya mən səbəqət rəhmətuhu qəzəbə. Pəs Allahın rəhməti həm qəzəbindən genişdir, həm qəzəbindən qabaqdır, imamdır. Lakin qəzəbi var, cəhənnəmi var, əzabı var. İnsanları yalançı ümidi ilə çaşdırmayaq. Allahın əzabı da var. Quran açıqcasına buyurur, xalidinə fiyyə. Açıqcasına əzabın ayələri vardır, cəhənnəm ayələri vardır. Amma o 2 sifətlə rəhmət genişdir, rəhmət qabaqdır. وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا يَمَسُّهُمُ الْعَذَابُ بِمَا كَانُوا يَفْسُقُونَ. Onlar ki bizim ayələrimizi danırlar, onlara əzab məss eləyəcəkdir, toxunacaqdır. Bu insanların, qabaqçı insanların xofu, huznu yoxdur, qorxusu və hüznü yoxdur, çünki amənə və əsləhələr. Amma bu insanları yox, bunlara əzab məss eləyəcək. Bəzi təfsirçilər məss sözündə bir incə söz deyirlər. O da budur ki, məss o varlıqdan olar ki, şuuru var və idraki var. Əgər şuur və idrakla toxunsa deyərlər məss. Bu görsədir ki, cəhənnəm otu, cəhənnəm əzabının şuur və idraki var. Ona görə Quran deyir, yəmussuhumul əzab. Əzab onları məss eləyər. Bunun əlbəttə ayrı ayələrdə də var. İzə rəəthum min məkanin bəid səmi'u ləhə təğəyyüzən və zəfira. Furqan surəsinin 12-ci ayəsində buyurur ki, vaxtı cəhənnəm onları görər. Rəət yəni görər. Bir budur ki, bu ayələri biz məcazi mən eləyək. Cəhənnəmin görmağını görünmək məna eləyək. Vaxtı cəhənnəm otu görünə. Amma ayə cürdəy, ayə deyir ki, cəhənnəm otu vaxtı onları görə. Uzaqdan. Səmi'u ləhə. Bunlar eşidərlər. O otun
təğəyyüzən və zəfira. Otun səsini, harayını və bunlara nisbət cəzalandırma hissini onlara eşidərlər ki, bu ot bunları nərəsi vardı, ot bunları çağırışı vardı, fəryadı vardı. Şahid bu ayədə o rə'əthumdur. Görən ot onları görər. Dünya otunda şuur yoxdur, idrak yoxdur. Və lakin axirət qanunları fərq edir dünya qanunlarından. Quran buyurur və innət darəl axirə ləhiyəl həyəvan. Axirət evi hamısı həyatdır. Axirət evi hamısı həyatdır, canlıdır. Ot da canlıdır. Ona görə mümkündür bu ayədən bu istifadə olunan, necə ki, bəzi təfsirçilər istifadə ediblər, yəmossuhum. Yəni, zalimlərlə işi yoxdur, çünki şuuru vardır, yəmossuhum. Onlar ki, siratdan geçirlər, siratdan salihlər də geçəcək, fasidlər də. Amma fasidlərə toxudar, fasidlərə dəyər, zalimlərə məhs eləyər. Amma salih insanlarla işləri yoxdur. Siratdan bunlar geçərlər. Məryəm surəsində var, hamız cəhənnəmlə girəcəksiniz. Cəhənnəmə girməğin bir mənası aman o siratdan geçməkdir. Amma hamı yanmayacaq cəhənnəmdə. Niyə? Çünki əzabın şuuru var, idraki var. Əlbəttə bu sözlər Quran maarifidir. Bunlar fərq eləyir adi maariflərinə. Quran buyurur, dünya ilə axirətin fərqi var. Dünyada maddə şuuru yoxdur. Otun şuuru yoxdur. Ot hamını yandırır. Amma axirət öcü deyil. Axirət cəhənnəm otu zalimləri görəndə bilənci bir özündən reaksiyası var. Görür və reaksiya da onlara nisbət olur. Pəs buyurur ki, yəmassuhumul əzab. Onlara əzab məhs olar, məhs eləyər. Amma əzab məhs olar onlara, gələr əzab, səbəbi var. Bima kanu yəfsuqu. Çünki bunlar fasıq idilər. Fisq və fucur, günah və həddən təcavüz eləmək, sərhəddilərdən çıxmaq insana səbəb olar, əzaba düşsün. Allah-u Teala öz başına birini cəzalandırmaz. Cəza fisqidən irəli gələr. Bima kanu yəfsuqu. Pəs insan istəsə nə xof və huzna düşsün, la xofun əleyhim və la hum yəhsənun, yolu budur ki, amənə və əslə, iman ola və salih iş ola. Amma əgər dana iman əvəzinə, onda bilən ki, bir nəticəyə çatar. Ki, bunlar bu iki cümlə bir növ inzar və bəşarətin nümunələridir ki, əvvəldə buyurur mübəşşirin və munzirin. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.